Bəs nə deyim, ay bərbaq, niyə yox deyirsən? Və güman yeri var Azərbaycan mahnılarının, musiqilərinin papir şəklində erməni qarmon ifaçısı Qaqik Stepanyan tərəfindən mənimsənilməsi aradan qaldırılıb. Yeniavaz.com xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyi məlumat yayıb. Məlumata görə erməni qarmon ifaçısı Qaqik Stepanyan bəs nə deyim, ay bərbaq, niyə yox deyirsən? Və güman yeri var Azərbaycan mahnılarının, musiqilərini papir şəklində qarmonda ifa edərək erməni mahnısı kimi təqdim edib və YouTube səhifəsində yerləşdirib. Stepanyan mahnıların adlarını və onların müəlliflərinin adlarını qeyd etməyib. Qeyd edilən məsələ ilə bağlı Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində rəqəmsal şəbəkələrdə müəlliflərin, ifaçıların və fonoqram istehsalçıların əmlak hüquqlarını kollektiv əsasda idarə edən Rəqəmli və Audiovizual Yayım Sənayesi İctimai Birliyinin texniki yardımı ilə erməni qarmon ifaçısı Qaqik Stepanyanın ifası YouTube-un qeyd edilən səhifəsindən silinib.